Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ötən ilin mayın 22-si Salyan rayon sakini 1990-cı il təvəllüdlü İlkin sevgi münasibətində olduğu gün elə xəsarət yetirib. Tərəflər arasında qısqanclıq zəminində yaranan mübahisə zamanı İlkin qəsdən Günelin sifət nahiyəsinə zərbə vurub. İlkinə Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib və o təqsirini etiraf edib. Bildirib ki, Azərbaycan Pedaqoji Universitetinin 4-cü kurs tələbəsidir. Günellə eyni fakültədə oxuyur və aralarında tələbə yoldaşlığı ilə başlayan əlaqələr sonradan sevgi münasibətinə çevrilib. Onun sözlərinə görə Günelin xəyanət etdiyini düşündüyü üçün görüş təyin edib. Telefonundakı mesajlara baxdıqdan sonra başqa şəxslə münasibəti olduğunu öyrənib və əsəbləşərək ona şillə vurub. Nəticədə sifətində şişkinlik yaranıb. Zərər çəkmiş Günel isə bildirib ki, İlkin əvvəlcə ona şillə, sonra isə yumruq vurub. Nəticədə nəfəs darlığı yaşayıb və yerə yıxılıb. O İlkinin təhdid etdiyini, telefonunu alaraq münasibətdə olduğu şəxsə onun adından ayrılıq mesajı yazdığını və getməsinə icazə vermədiyini deyib. Hadisədən sonra evə gedərək polisə müraciət edib. Sabunçu rayon məhkəməsinin hökmü ilə İlkin aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.